Bax, bu sizin kitabda da var, bizim kitabda da var ki, Peygamber deyir, ya Əli, səni yalnız mömin sevər. Sənlə yalnız münafik düşmənçilik edir və dərəcə etibarilə də cəhənnəmin təbəqələri var. Cəhənnəmin təbəqələrindən kafirdən də aşağı münafiqdir. Müşrikdən də aşağı münafiqdir. Niyə? Çünki kafir kişi kimi deyir ki, mən Allaha inanmıram. Bu kişi kimi etiraf edir. Amma münafiq gəlir sənin yanında deyir, sən nənəm. Gəlir o birisinin yanında deyir, sən nənəm. Və Peyğəmbər deyir, ya Əli, səni yalnız mömin sevər. Sənlə yalnız münafiq düşmənçilik edir. Deməli, kafirdən də betərdilər bunlar. Həzrət Əli ilə vuruşanlar kafirdən də betərdilər. Və Peyğəmbər deyir, ya Əli, səni yalnız mömin sevər. Bu sözün antonimi nədir? Əli ilə vuruşan mömin deyil deməkdir. Antonimi budur. Yəni əksi budur. Antonim nədir? Gecə və gündüz. Və eyni zamanda da bunun əksi də budur. Səni yalnız mömin sevər. Ya Rəsulallah, mən Həzrət Əli ilə döyüşürəm. Sevirəm onu? Yox. Çünki Peyğəmbər deyir, mömin sevər səni. Səni yalnız mömin sevər. İndi qardaş, Allah deyir Quranda, məgər düşünmürsünüz? Gidin oturun düşünün.